Herkese salam. Kanalıma xoş gəlmisiniz. Bugün birlikdə pambıq kimi yumuşaq pirajki hazırlayacağıq. Reseptini isə gəlin birlikdə izləyək. Videoya keçməzdən əvvəl isə kanalıma abunə olmağı unutmayın. Əvvəlcə pirajkinin istiyini hazırlayaq. Kartofları bütün şəkildə qazana əlavə edib bişməyə qoyuram. Soğanları isə qabığını soyub küp-küp doğrayıram və onları çörək yağında qızardacağam. Bugün pirajkinin bütün sirlərini sizə izah edəcəyim. Addım-addım, yavaş-yavaş reseptini izləyək. Xəmiri üçün 5 stəkan unu qaba əlavə etmişəm. Daha sonra digər ərzaqları yavaş-yavaş əlavə edirəm. 1 ədəd yumurta, biraz duru yağ, 1 qaşıq duz, 1 qaşıq şəkər tozu, 1 xörək qaşığı quru maya, yarım stəkan qatığı əlavə edib qarışdırıram. Üzərini isə ilıq suydan yavaş-yavaş əlavə edirəm. Apardığı qədər suyu ilə yoğurmağa başlayıram. Yumuşaq, ələ yapışmayan xəmir əldə edəcəyik. Xəmiri yoğurduqdan sonra isə üzərinə 1 paket və 1 dəsmalla yaxşıca örtürəm ki, qabarsın. Xəmiri bir neçə saatlıq dincəlməyə qoyuram və içliyimi hazırlamağa davam edirəm. Kartofların qabığını soyuram və soğanımı qızartmağa başlayıram. Soğanı qızartdıqdan sonra üzərinə kartofları əlavə edib əzirəm. Gözə yarı şəkildə biraz qızılgül, biraz isə sarı kök əlavə edirəm. Duz isotunu soğanı qızardarkən əlavə etmişəm. Ən sonda istəyin dadına yenidən baxıram. Əgər duzu azdırsa, yenidən əlavə edirəm. İçlik hazır olur və onu qoyuram bir kənara. Xəmir isə yaxşıca qabarıb. Açıram və kündələrə ayırıram. Kündələr hazır olduqdan sonra isə onları yenidən üstünü örtüb dincəlməyə qoyuram.
Yarım saat dincəldikdən sonra kündələrin üzərini açıram və onları biraz yayıram. Yaydıqdan sonra üzərinə isti əlavə edirəm və forma verirəm. Kündələrin hamısına istilik qoyduqdan sonra yenidən onları dincəlməyə qoyuram. Yarım saat, 1 saat dincəldikdən sonra yenidən götürüb qızartmağa başlayacağam. Piraşkilər burada biraz dincələrkən tavaya duru yağı əlavə edirəm və qızdırıram. Yağ yaxşıca qızdıqdan sonra piraşkiləri əlavə etməyə başlayıram. Tavanın ölçüsünə görə piraşkilərə bu şəkildə forma verirəm. Yağ yaxşıca isindikdən sonra piraşkiləri yavaş-yavaş əlavə edirəm və qızardıram. Elə piraşkinin sirri də burasındadır ki, xəmiri yaxşıca mayalandırmaq lazımdır. Xəmir nə qədər çox mayalansa, o qədər yumuşaq piraşkilər alınacaq. Bura qədər izlədinizsə, bəyənməyi və rəylərdə fikrinizi yazmağı unutmayın. Kim hazırlayırsa nuş olsun. Gələn videolarda görüşəndək.